Baxın, Osmanlı tarixində türk adı olubdur. Yəni bu var. Amma bu Osmanlı tarixi uzun bir dönəmdir və bu müxtəlif dönəmlərdə türk adı dəyişməyə başlayır. Burada türk alimlərinin özlərinin də qeydləri var. Misal üçün, göstərirlər ki, Osmanlılar yalandan özünü Oğuzun qayı boyuna aid edibdir və türk adlandırıbdır. Amma çox dərinə getmirlər, demirlər ki, açıq-aşkar bu türk dövləti olmayıbdır, burada türklər olmayıbdır, burada türklər azlıq olubdur. Bunun detallarına getmirlər, çünki qorxurlar. Artıq bu Osmanlının Oğuzun qayı boyundan olmaması məsələsi artıq bu insanlara deyiləndə belə böyük bir narazılıqla qarşılanır və belə bir sözü deyən alimi ölüm təhdidi ilə hədələyirlər. Belə bir şəraitdə əlbəttə ki, biz hər hansısa bir elmi müzakirədən söhbət apara bilmərik.